Salam yoldaşlar, axşamınız xeyir. Gələk bugün paylaşdığımız suallara baxaq. Sözün leksik mənaları ilə bağlı uyğunluğu müəyyən edin. Leksik mənaları ilə bağlı uyğunluğu müəyyən etmək üçün əvvəlcə bunları çox suallar olur ki, ay müəllim, bunu necə öyrənək? Çətindir, belədir, elədir. Yəni ki, uşaqlar, çalışın burada sizin özünüzə gün ağlamalısınız. Bir növ özünüzlə baş-başa qaldığınız məqam sözün leksik mənalarını sizə tapmaqdadır. Yəni ki, gedin kitabı qoyun qabağınıza və yaxud da proqramlardan istifadə eləyərək az leksdən istifadə ola bilər. İzahlı lüğət proqramı var ki, Play Store-dan yazıb köçürüb daha sonra məşğul ola bilərsiniz. Və yaxud da elə yatmazdan əvvəl günə bir 10 dənə söz əzbərləsəniz, elə 3600 dənə söz eləyir. O da sizə yetərincə kifayət eləyir. Aha. Başlayaq suallarımızın cavabına. Analoji sözü nədir? Bir də sözü cümlədə işlədin də. Analoji hadisə tutaq deyək. Yəni necə hadisə? Oxşar hadisə. Bir də B olacaq. Mühafizəkar. Gedib bunu mühafizə sözü ilə qarışdırma əzizim. Gəlib sonra da mənə demək ki, ay müəllim, mühafizə kimisə qorumaq da axı niyə köhnəlik tərəfdarı olsun ki? Bəli, köhnəlik tərəfdarıdır mühafizəkar sözü. Ona görə də nə olacaq? D variant olacaq. Daha sonra taktikada bildiyimiz kimi də döyüşü aparmaq sənətidir. Bu da nədir? B variantı. A variantı. 1-ə B, 2-ə 3-ə. Qocalmışıq yavaş-yavaş. Eyler-Venn diaqramında cümlələrə aid doğru fikirləri müəyyən edin. Yadınıza saxlayın uşaqlar. Baxın, belə bir asan yol deyim sizə. Bir dəfə suala belə baxırıq başlanayaq. Görürsünüz, bunun xəbərinizə gözünüz sataşdı. Burada olmaq sözü var. Elə bax, maq şəkilçisi var. Yəni bu nədir? Məsdər şəkilçisidir. Yadınızda bunu saxlayın ki, əgər sən xəbərdə məsdər şəkilçisini görürsənsə, bir dənə mübtədanı ayırırsan, mübtədadan bax belə nə ki var ha, istəyir tamamlıq olsun, istəyir təyin olsun, istəyir zərflik olsun. Əgər maq şəkilçisi cümlənin xəbərindədirsə, hamısını nə götürəcəksən? Xəbər götürəcəksən. Bir dənə nədir? Məqsədi. Məqsədi sözdən mübtədadır. Çünki onun məqsədi məşhur insan olmaq idi. Məşhur insan olmaq idi. Nə? Onun məqsədi. Gedib bunu belə eləyib mənim üstümə gəlmədən xahiş edirəm ki, səndən məqsədi məşhur insan olmaq idi. İnsan olmaq idi. Nəyi? Məqsədi. Hansı insan olmaq idi? Məşhur insan olmaq idi. Gəlib sonra da mənə demək ki, ay müəllim, məşhur insan hansı sualına cavab verəcək də? Belə eləmə, əzizim. Başqa bir şeydir. Mal-mala qatmaq lazım deyil. Ona görə də bir olduğu kimi çıxır. Niyə? Çünki maq şəkilçisi varsa, bu xəbər şəklində feil xəbər ola bilməz. Feil xəbər ola bilmədiyinə görə ismi xəbərdir. Bir dənəsi çıxdıq. Gələk o birisinə, məqsədinə çatmaq üçün daim çalışırdı. Aha, bax, nə məqsədə çalışırdı? Daim məqsəd sərfli idi. Daha sonra nə edirdi? Çalışırdı. Necə hansı tərzdə? Daim çalışırdı və yaxud da gördünüz, burada nədir? 2 dənə zərfli oldu. Elə yalnız baş üzvlərdən ibarətdir. Baxın uşaqlar, baş üzvlərdən ibarətdirmi? Bəli, mübtəda və xəbərdən ibarətdir da bu cümlə. Deməli bizə doğrular lazım olduğu üçün 2 doğrudur. Xəbərləri sadə feillərlə ifadə olunubdur. Xəbər sadə feillə ifadə olunan ikinci cümlənizdir. Bu məsdər tərkibi ilə ifadə olunubdur. İsmi xəbərdir. Bu isə feili xəbərdir. Feili xəbər, bəli, sadə feillə ifadə oluna bilər. Ona görə də 3 çıxdı. Bu isə nədir? Məsdər tərkibi ilə ifadə olunan cümlə olduğu üçün xəbərləri sadə feillərlə ifadə oluna bilməz. Söz birləşməsi ilə ifadə olunan xəbəri. 2 zərfli işlənmişdi. Bəli, 2 zərfli işlənib. 4-dür. Mübtədası var. Mübtəda bundadır. Yəni bu cümlə burada olsaydı, 5 burada olsaydı cavab kimi götürə bilərdik. Deməli bizim cavabımız 2 və 4 B variantıdır. Hansı sözün tərkibində dodaqlanan sahitlərin sayı daha çoxdur? Bunu gedib bəzi şagirdlər nə edir? Sözün öz üzərində elə tapırlar da. Məsələn, orfoqrafiyada sayırlar 1, 2. Yanlış bir fikirdir əzizim. Bax, sözün tələffüzünə baxmaq lazımdır. Kosmos. Elə olduğu kimi də tələffüz olunur. Bax, bu k-nı gedib fərq kimi götürmürsünüz. Çünki söz k ilə yazılıb, k ilə tələffüz olunursa, o fərq əmələ gətirmir. Məsələn, bilməm, 2021-in qəbul sualı idi, yoxsa mix sualı idi. Elektrik sözünü verib, tələffüzü necə olacaq? Elektrik. Vermiş ki, sözün yazılış və deyiliş arasında fərq var. K ilə yazılıb, x ilə tələffüz olduğuna görə bu sözün yazılış və deyilişində fərq yoxdur. Gedib elə götürməyin. Aha, gördünüz, kosmos, kosmos. Elə 2 dənə o varmı? Bəli, bizə dodaqlanan hansı sözdə dodaqlanan sahitlərin sayı daha çoxdur deyir. 2 dənə buradadır. Orfoqrafiya sözü necə tələffüz olunacaq? Arfaqrafiya. Gördünüz, dodaqlanan sahit yoxdur. Çıxdıq. Biologiya. Bir dənədir. 2 dənə bunda olduğu üçün bunu da çıxırıq. Leksikologiya. Bir dənədir. Çıxırıq. Kosmonavt.
Bir dənə də bunu da çıxırıq. Cavabımız nədir? A variantıdır. Sual əvəzliyi ilə yaranan sual cümləsini müəyyən edin deyir. Uşaqlar, belə cümlələrdə nəyə baxırsınız? Bax, bizə sual əvəzliyi deyir. Avtomatik sual əvəzliklərini tapaq. Haradadır, hansıdır? Bu işin nəticəsini təxmin edə bilirsənmi? Burada sual ədatına və sual intonasiyasına görə yaranıbdır bu cümlə, sual cümləsi. Ona görə C variantı çıxdı. Bizə sual əvəzliyi lazım olduğuna görə məgər sözü var, sual əvəzliyi də çıxdı. Nə möhtəşəm, nə də gözəl idi. Nədir? Nə də. Gedib sual əvəzliyi bunu götürmək lazım. Naxçıvanlılar demişkən deyil. Niyə? Çünki burada nə inkar bağlayıcıdır. Ona görə E də çıxdı. Dostlar harada işləsələr, orada yığışsınlar. Bax, harada işləsələr, orada yığışsınlar. Qarşılıq söz var. Qarşılıq söz olduğuna görə sual cümləsi sual intonasiyası yarada bilmir. Həmçinin tabeli mürəkkəb cümlədə sual cümləsi sual intonasiyası yarada bilmir. Ona görə də A variantı çıxdı. Cavabımız nədir? B variantı qaldı. Daha sonra nümunədə bir şəxsi cəmiyyətə görə dəyişməyən feil hansı sualına cavab verir? Şəxsi cəmiyyətə görə dəyişməyən feil hansı suallardır? Hansı feillər? Təsriflənməyən feillərdə, yəni feili sifətdir, məsdərdir, bir də nədir? Feili bağlamadır. Bunların içində də feili sifət bir dənə hansı sualına cavab verəndə, məsəl üçün ki, nə sualına cavab verəcək? Feili bağlama zərfin sualına cavab verəcək. Bir dənə A variantı. A variant demək. Feili sifət nədir? Hansı sualına cavab verir? Aha. Feili sifət şəkilçilərini də axtarırıq. İnsanların etibarını qazanaraq çox uzaqlara gedə bilərsən. Baxın, araq şəkilçisi var. Nə şəkilçisidir? Feili bağlamadır. Görürsünüz, feili sifət şəkilçisi yoxdur. Maq şəkilçisi var. Nədir? Məsdərdir. Feili sifət şəkilçisi varmı sözdə? Yoxdur. Mehriban gülüşlü qız bizə yaxınlaşdı. Görürsünüz ay uşaqlar, heç feilin təsriflənməyən forması yoxdur. Kiçiklərə mərhəmət göstərməklə maq şəkilçisi var, məsdər şəkilçisi var. Hansı ona cavab verərmi? Təbii ki, yox. Oxuduğu nəğmələr hər kəsin ürəyincə oldu. Niyə etdi? Hər kəsin ürəyincə oldu. Nə? Nəğmələr, hansı nəğmələr? Oxuduğu nəğmələr. Dıq plus mənası B şəkilçisi var. Ona görə cavabımız nədir? E variantıdır. Daha sonra yalnız qrammatik mənası olan sözü müəyyən edin deyir. Belə halda nə yadımıza salırıq? Qrammatik mənası olan sözlər hansılardır? Yalnız qrammatik mənası olan sözlər. Bir şəkilçilərdir. Bir də nədir? Köməkçi nitq hissələrdir. Elə indi burada bizə deyir ki, yalnız qrammatik mənası olan sözlər. Yəni bu sözlərdən heç biri əsas nitq hissəsi ola bilməz. Baxa görə indi hansı əsas nitq hissəsi ola bilməz? Ayrı sözünü sən həm tutaq ki, sifət kimi götürə bilərsən də. Məsələn, ayrı otaq. Hansı otaq? Ayrı otaq. Bir də səndən ayrı, səndən qeyri mənasında qoşma mövqeyində işlənir. Gəl sözü həm xəbər feil məzmununda işlənə bilər. Məsələn, tutaq ki, tez bura gəl. Nit gəl mənasında işləndiyinə görə həmçinin nə olur? Ədat olur, qüvvətləndirici ədat. Ona görə də çıxdı. Kimi sözünü sən həm düşünə bilərsən, kimi qoşma mövqeyində. Məsələn, tutaq ki, sənin kimi adam görməmişəm. Burada nədir? Bənzətmə qoşmasıdır. Bir də kimi sözünü nə düşünə bilərsən sən? Düşünə bilərsən əvəzlik mövqeyində. Qeyri-müəyyən əvəzlikdə düşünə bilərsən onu və bir də sual əvəzliyi mövqeyində düşünə bilərsən. Ona görə də B variantı çıxdı. Əvvəl sözünü zərf kimi düşünə bilərsən və qoşma kimi düşünə bilərsən. Edə çıxdı. Cavabımız nə qaldı? C variantı. Çünki ötürü sözü yalnız və yalnız qoşma olur. Saf qoşma deyilən bir anlayış var. İndi keçəndə biləcəyik. Bu nədir? Saf qoşma yalnız qoşma olur da. Savayı ola bilər, ötürü ola bilər, üçün qoşmaları bunlar nədir? Hamısı saf qoşmalardır. Cavabımız C variantıdır. Nümunələrin birində xəbər şəklində olan feil idi köməkçi sözü ilə işlənibdir. İdi köməkçi sözü nədir? Xəbər şəklinə qoşulubdur. Yəni ki, idi köməkçi sözü bilirik ki, adlara da qoşula bilər də. Biz adlara qoşulan yox, feilin təsriflənən formasında xəbər şəklində olan söz lazımdır bizə. Həmçinin biz nəyi demişik? Demişik ki, idi köməkçi sözü, idi hissəciyi sözün başlanğıc formasına və ya kökünə qoşula bilməz deyib A variantını çıxırıq. Niyə? Təkrarladı. Çünki sözün başlanğıc forması təkrarladı. D isə zaman şəkilçisidir. Yəni idi deyil. Ona görə daha sonra sakit sözü var. Sakit sözü nədir? Sakit sözü sifətdir. İdi bizə lazımdır xəbər şəklində, yəni təsriflənən feilə qoşulsun. Ona görə bu da çıxdı. Həmişə uşaqlar biraz şeydir. Həmişə uşaqlarla mehriban davranırdı. Davran sözün kökü ar qrammatik, d qrammatikdir. Bax yadınıza saxlayın uşaqlar. Görürsüz, zaman şəkilçisindən sonra qoşulubdur. Onda nədir? İdidir. Həmçinin gələcək zaman şəkilçisidir və C variantı cavabımızdır. Zirvəyə qalxanlar daha əvvəl təlimdən keçənlər idi. Feil sifət şəkilçisi nə zamandan xəbər şəklində olur onu bilmirəm. Deyəzən yoldaşlarımız var idi. Kənddəki evimiz sanki məni keçmişə apardı. Apar sözün kökü da nədir? Zaman şəkilçisidir. Ona görə E də çıxdı. Cavabımız C-dir. Sadə cümlənin şəxsə görə növləri düzgün göstərilmişdir. Aha. Gərək başqalarını yuxarıdan aşağı baxmayasan. Gedib bunu xahiş edirəm də sizdən. Əzizlərim, gedib bunu sən baxmayasan deyib də gəlib mənim üstümə, ay müəllim, niyə müəyyən şəxsi cümlə deyil, deyib
Mənim üstümə gəlməyin də. Niyə müəyyən şəxsli cümlə olmalıdır? Əzizim, gərək başqalarına yuxarıdan aşağı baxmayasan. Görürsən, xəbər ikinci şəxsin təkindədir. Elə bir dənə budur. Və yaxud da bunu tək bir insana aid deyil də, ümumi bir məzmunu var. Bunu görürsünüz, bir hikmətamiz məzmunu var ki, ay insan evladı, heç kimə üstdən aşağı baxma. Onda nədir? Bu müəyyən bir şəxsli cümlə ola bilər? Xeyr, təbii ki. Ümumi şəxsli cümlədir. Nədir? Ümumi şəxsli cümlə. Ona görə biri çıxırıq. Və birlə olan cavabları da çıxanda gördünüz, 2 variant çıxdı, 3 dənə variant qaldı. Ədalətli insanlardan xoşum gəlir. Şəxsi cümlədir. Bəli. Niyə? Çünki sən buna mübtəda artıra bilməzsən. Xoşum gəlir. Kimdən? İnsanlardan. Hansı insanlardan? Ədalətli insanlardan. Təyin də bu. Deməli nədir? Şəxsi cümlədir. İstəyirsən mənim söz gedib yalandan bunda gəlməyin də. Ay müəllim, mənim əvəzliyi artıra bilirik axı. Əzizim, mənim əvəzliyini artır. Lap yaxşı eləyirsən. Mənim xoşum. Görürsən, 3-cü növ təyini söz birləşməsi əmələ gətirir. Onda nə elə gedir? Elə bir xəbər kimi gedəcək də. Amma bu şəkildə olanda nə olacaq? Şəxsi cümlə olacaq yenə də. Deməli, 2 də cavabımızdır. Gecənin xeyrindən gündüzün şəri yaxşıdır. Yaxşıdır nə? Gündüzün şəri. Ümumi şəxslidirmi? Xeyr. Çünki mübtəda özündə var. Ona görə 3-də çıxdı. Artıq onun yolunu gözləməkdən bezmişdi. O bezmişdi deyə bilirsən? Bəli. 4 cavabımızdır. Müəyyən şəxsli cümlənin deyirik ki, mübtədası olmaya bilər. Ona o, mən, sən, o, bir də biz, siz artıra bilərik. Amma onları artıra bilməzsən. Onları artırırsansa, o qeyri-müəyyən şəxsli cümlə halında olacaq. Deməli, bizim cavabımız 2-4 D variantıdır. Daldan atılan daş topuğa dəyər. Nə? Daş. Bu da nədir? Ümumi şəxsli cümlə deyil, müəyyən şəxsli cümlədir. 5-də çıxdıq. Daha sonra hansı bətdə yalnız düzəltmə söz verilibdir? Düzəltmə sözlər nə idi? Sadə sözə leksik şəkilçi artırmaq idi. Cilvə sözündən cilvəli, at sözündən açıq, xoşbəxt sözündən xoşbəxtlik düzəltmədirmi? Bəli, təbii ki, xeyr. Niyə? Çünki xoşbəxt sözü mürəkkəb sözdür. A variantı yazanlar gözünüz aydın olsun. Oxu sözündən oxumuş, yazar sözündən 2 cür düşünə bilər bu sözdə. Yazar yazmaz mənasını ifadə eləyərək feilin zamanında, gələcək zamanında işlənən bir söz. Bir də yazar, yazıcı mənasında. Məsələn, anar yazardır. Nədir? Yazıcı mənasında bu leksik şəkilçidir. Amma burada oxumuş sözü olduğu üçün sadədir. Güldürmək, dır şəkilçisində maq şəkilçisi qoşulursa, deməli bu feildən feil düzəldən şəkilçisidir. Oxumuş sözünə görə çıxdıq. Vur sözündən vuruş olacaq. Sahib sözündən sahibkar olacaq. Qarış sözündən də qarışmaq olacaq. Qarışmaq sözünə görə çıxdıq. Çıxda belə çıxdı. Söhbət sözündən söhbətləşmək, söhbətləmək deyə bir söz yoxdur. Gedib xahiş edirəm, bunu mənim üstümə parçalayıb gəlməyin ay uşaqlar. Ona görə saralmaq sözünə görə bu çıxdı. Ümid sözündən ümidli, dil sözündən dilə, dilək olacaq. Meşə sözündən meşəlik olacaq. Cavabımız nədir? E variantıdır. Hər biri sadə sözdür və ona leksik şəkilçi qoşulubdur. Mürəkkəb cümlə deyil. Hə, bununla bağlı olaraq bir dənə tutaq ki, belə bir sual tərtib eləmək olar. Leksik şəkilçi hər zaman sözün quruluşunu dəyişə bilirmi? Xeyr, təbii ki. Mürəkkəb sözə qoşulanda sözün quruluşunu dəyişə bilmir. Mürəkkəb cümlə deyil. Bax, bizə deyil lazımdır. Yəni nə lazımdır? Mənfi. Əgər çox çalışsan, çalış sözün kökü görə yazsın. Çalışsan. Gördünüz? Şərt şəklinin şəkilçisi var. Sa var. Biz də demişik, sa ən çox harda olur? Ən çox yox elə həmişə tabeli mürəkkəb cümlələrdə olur da. Bu da nədir? Bizə amma deyir, mürəkkəb cümlə lazım deyil. A variantı belə çıxdı. Özünə yenicə gəlmişdi ki, bax həm yenicə sözü var. Nədir? Zərflik budaq cümləsi də ki var. Belə çıxdı. Artıq 3 il idi ki, görürsən, kini sən bura artıra bilirsən. 3 il idi ki, nədir? Çıxdı. İstəyirdi ki, bax görürsən, ki var. Həmçinin bu kidən sən sual çıxarda bilirsən. İstəyirdi ki, nəyi? Deməli, tabeli mürəkkəb cümlədir. Bunların hər biri tabeli mürəkkəb cümlədir. Bir dənə dostlarını görməyə getdi, heç kimi tapmadı. Bax ki, o gedibdi, o heç kimi tapıb. Görürsən, bir dənə şəxsdir, sadə cümlədir. E variantı cavabımızdır. Agatha Christie haqqında məlumata baxırıq uşaqlar. Agatha Christie mənim ən çox sevdiyim yazıçılardan biridir. Dedektiv əsərlər müəllifidir. Sizə də məsləhət görürəm ki, oxuyun bunun əsərlərini. Mavi qatarın sirri ən xoşuma gələn əsər o idi. Bəlkə də 4 dəfə oxumuşam bu əsəri. Yenə də oxumaqdan insan doya bilmir. Çox maraqlı, məzmuna malik bir əsərdir. Mən mətni oxumuşam, indi qısa şəkildə sizə qeydlər keçəcəm. Aha, Agatha Christie'yə aid olan xüsusiyyətləri müəyyən idin istedadlıdır. Təbii ki, Agatha Christie kimi istedadlı bir insan mənə elə gəlir ki, dünya ədəbiyyatında çox az bir insandır. Niyə görə istedadlıdır? Bax, deyir ki, Christie yazmağı, oxumağı müstəqil öyrənmişdi. Nədir onda?
İstedadlı da, özünə inamsızdır. Özünə inamsız olsa onları eləyərmi? Xeyr, təbii ki, çalışqandır. Təbii ki, mühafizəkardır. Bunu da deməyəcəm. Birinci sualımızın cavabında var. Mühafizəkar sözü dedim də. Köhnəpərəst insandır. Deməli, 1 və 3. Cavabımız nədir? E variantı. Hansı ifadə 5-ci abzasdakı nöqtələrin yerinə yazıla bilməz deyir? Bilməz. 5-ci abzas. Abzası çətin çəkən uşaqlar var tapmaqda. Baxın uşaqlar. Görürsünüz? Baxın. Belə ən asan tapma yolu bax budur. Gördünüzmü? İndi bu xətt biraz əyri gəldi. Aha. Bax, gördünüzmü uşaqlar? Adətən bax cümlələr hardan gəlir? Buradan gəlir də. Amma elə yerlər var ki, biraz içəri doğru giribdir. Gördünüzmü? Biraz içəri doğru girib. Bax bunlar abzasdır. Yəni 1-ci abzasdır, 2-ci abzasdır, 3-cü abzasdır, elə qabağında var, 4-cü abzasdır və 5-ci abzasdır. Əsər 6 abzasdan ibarətdir. Bu da 6-cı abzasdır. Aha. İndi bizə nə deyir? Deyir ki, 5-ci abzasda nöqtələrin yerinə yazıla bilməz. Eləmi? Gələk 5-ci abzasa. Görək tapa bildikmi? Hə. Nöqtələrin yerinə yazıla bilməz deyirsə, baxın, sonralar Agata müsahibələrində bildirirdi ki, əvvəllər yazıçılığa bir hobbi kimi, bu hobbini nə edə bilər? Hobbi kimi bir şeyə münasibət göstərə bilər, yazıla bilər, getdi. Münasibət bəsləyə bilər, getdi. Yanaşa bilər, getdi. Baxa bilər, getdi. Başlaya bilərmi? Bəli, təbii ki, xeyr. Niyə? Çünki başlaya bilməz. Bu artıq başlamışdı. Niyə? Çünki deyir ki, görək 5-ci abzas hardadır? Tam aydın şəkildə göstərim sizə. Hə, bildirir ki, əvvəllər yazıcılığa bir hobbi kimi münasibət bəsləyirdi ola bilər. Başlayırdı, hobbi kimi başlayır ola bilərmi? Xeyr, təbii ki. Ona görə 13 E variantıdır. Mətnə əsasən cədvəldə uyğun fikirləri müəyyən edin. Mətndə Agata Kristi ilə bağlı bu məlumat yoxdur. Uyğun fikirləri deyil. Yazıb oxumağı uşaq yaşlarından bacarırdı. Bəli, yazmağı, oxumağı müstəqil öyrənmişdi. 8 yaşına qədər də anası bunu məktəbə qoymayıbdı. Ona görə bir növ olanlar neyini çıxır. Ali təhsil almışdı. Burada bunun ali təhsili ilə bağlı bir şey yoxdur. Sadəcə fortepiano ifaçılığı öyrənmək üçün Parisə göndərir. Bu ali təhsil deyil də. Biz bilmirik də indi bu nə üzrə qutarıbdı, hansı universitetləri qutarıbdı. Bəlkə də bitirib ha. Sadəcə bu ehtimal bir fikirdir. Ona görə 2 bizim cavabımızdır. Dailo görüşmüşdür. Aha, bax burada hardadır? Budur. Elə həmin dövrlərdə Conan Doyle'un Mavi Karbunkul adlı dedektiv romanının səs sorağı Kristiyə də gəlib çatır. Bax görürsüz, görüşməyibdir. Sadəcə onun əsərinin səs sorağı gəlib onun qulağına çatır. Ona görə cavabımız 3-dür. Bir də musiqi təhsili almışdı. Təbii ki, buna çıxdıq. Oxumağa anası öyrətmişdir. Oxumağı anası öyrətmişdir. Məlumat var. Məlumat yoxdur axı bu haqqda da. Musiqi təhsili almışdır. Bəli, 4-ümüz var da. Hə, mən qarışdırdım. 4-ümüz var. Musiqi təhsili alıbdır. Deməli cavabımız 2, 3, 4-dür. Oxumağı anası öyrətmişdi. Oxumağı öz-özünə öyrənibdi. Amma bax deyir ki, amma Kristi yazmağı, oxumağı müstəqil öyrənmişdi. Bax müstəqil sözünü yadda çıxartmayın. Deməli cavabımız nədir? 2, 3, 4 E variantı. Mətndə hansı abzasda məzmununa uyğun olmayan cümlə işlənibdir? Qısa şəkildə deyəcəm. Bu hansıdaydı? Bax elə burada. 4-cü abzasda. Nədir? Bax, Anna Kristi deyir ki, haqqında məlumat verir də. Daha sonra burada başlayır roman janrı haqqında məlumat verməyə. Roman janrının bura nə dəxli var, yoldaş? Bu variantda cavabımızdır. Mətnə əsasən belə hökm vermək olmaz. 20-ci əsrdə qadınlar yazıçılıqla məşğul olmasına əngəl yaradılıbdır. Belə bir məlumat yoxdur. A variantı cavabımızdır. 86 il yaşamışdı. Səhv eləmirəmsə 1800 neçənci il idi? 90-cı il idi. Hə, 90-cı ildir. 76-da da rəhmətə gedibdi bu adam. 86 il yaşayıb da getdi. Dedektiv janrına böyük maraq göstərirdi. Bəli, məktəbə getməmişdən əvvəl yazıb oxuma vərdişi formalaşa bilir. Bəli, Agata Kristi dedektiv janrında romanları yazan ilk yazıcı olmayıb deyir. Olub demir, ha, olmayıb deyir. Bəli. Ondan əvvəl Dailon var idi. Edə çıxdı, cavabımız A variantı. Aha. Deyir ki, cümləsi mətndəki hansı rəqəmin yerinə yazılmalıdır. Bax, burada uşaqlar çox diqqətli olmaq lazımdır. Nəyə görə çox diqqətli olmaq lazımdır? İndi deyim. Belə diqqətli olmaq lazımdır ki, cümlələri bir-bir yerinə qoyuruq. Bax, qarşısına rəqəm qoyulanların yerinə. Elə gətirək birdən başlayaq. Birdən başlayanda nə olacaq? Aha. Baxın uşaqlar.
Bir çox məşhur yazıçıların həyatı ilə maraqlananda bəlli olur ki, onların çoxunun uşaqlığı acınacaqlı və keşməköşlü olubdu. Aha, gələk indi bu cümləni yerinə qoyaq. O İngiltərənin Denver qraflığında Amerika Birləşmiş Ştatlarına köçüb gələn zəngin mühacir ailəsindən idi. Eləmi? İdi. Agatha bu cəhətdən bəxti gətirmişdi. Baxın, acınacaqlı vəziyyətdə olur bəzi yazıçılar deyir. Bunlar varlı olub ki, ona görə də bunun bəxti gətirilibdi. Yəni Zadəgan ailəsində olub ki, bunun bəxti gətirilibdi. Bunu nəyə lazımdır? Elə birin əvvəlinə sən artıra bilərsən. Deməli cavabımız nədir? 1-dir. Digər variantlara qoymaq olmur. C variantına elə baxdıqsa, vaxt itirmədən keçək o birisi suallara. Əvvəlində hansı işarə qoyulmuş məcazi mənalı ifadə başqa kontekstdə həqiqi mənada işlədilə bilər deyir. Aha. Baxaq indi. Yəni bunları deyir də bizə. Bunları deyir. Daha sonra bunları. Bax, təhsil vermək yalnız məcazi mənada işlərirmi? Çıxdıq. Daha sonra gələk o birisinə. Söz vermək. Həmçinin amonim frazoloji birləşmədə. Bu da çıxdı mı? Çıxdı. Yatağa düşən. Baxaq görək elə. Anası güclü soyuq dəymədən yatağa düşən qızını məcazi mənada işlənibmi? Bəli. Yatağa düşmək, tutaq ki, başqa bunu həqiqi mənada düşünə bilərikmi? Təbii ki, düşünə bilərik. Deyirəm ki, tutaq ki, telefon əlindən yatağa düşdü. Deyə bilirsən? Deyə bilirsən. Elə cavabımız dairədir. Məsləhət görür. Məcazi mənalı sözdür. Qutardı. Aha. Deməli cavabımız nədir? Bizim C variantıdır. Agatha Christie haqqında hansı fikir mətnin həm 3, həm də 5-ci abzasına görə əsaslandırmaq olar? Həm 3-də olsun, həm də 5-də olsun. Atası Amerikalı idi. Mətni oxuyanda görürük ki, atası haralı idi? Amerikalı idi. Bu 1-dədir. Yəni bu nə 3-də deyil, nə də 5-də deyil. Agatha'nın əsərləri bu gün də çap olunur. Axırıncı abzasda olacaq. Niyə? Çünki kitabları tirajı isə ildən ilə də artır. Bu şəkildə deyir. Ondan sonra gələk nəyə? Əsərləri böyük sırada çap olunur dedik. Əvvəllər yazıçılığı hobbi kimi qəbul etmişdi. Neçənci idi? 4-cü abzasda bayaq oxuduq. Anası onun həyatında rolu böyük olmuşdu. Bəli. Niyə rolu böyük olmuşdu? Bax deyir ki, sonralar baxaq görək hələ. Bax deyir, anası güclü soyuq dəymədən yatağa düşən qızının darıxmaması üçün kiçik hekayələr yazmağı məsləhət görür. Yəni bura nə edir? Bunu bura həvəsləndirir də. Bunun həyatında çox böyük bir meyyar qoyur. Böyük bir nə qoyur? O fundamentini qoyur demək olar. Daha sonra bax indi. Anası 8 yaşına kimi heç bir məktəb Agatha 8 yaşına kimi heç bir məktəbdə təhsil almır. Niyə? Anası erkən təhsilin əleyhinə idi deyir. Ona görə də cavabımız nədir? Cavabımız elə E variantı idi. Daha sonra üzərinə rəqəm qoyulmuş sözlər əsasında cədvəli tamamlayın. Birinci sözün həqiqilik və məcazilik baxımından fərqli mənada işləndiyi nümunə. Aha, gələk nəyə? Birinci sözümüzə. Birinci sözümüz hardadır? Elə böyüyür sözdür, bax. Aha. Deyir ki, atasını itirəndən sonra anasının himayəsində böyüyür. Nədir? Burada görək nə deyir hələ? Bir də oxuyum. Məcazilik baxımından fərqli mənada işləndiyi nümunə. Həqiqilik və məcazilik baxımından fərqli mənada işləndiyi nümunə. Aha. Bax, burada məcazilik mənada işlənibmi? Xeyr, təbii ki də himayəsində böyümək, yekəlmək mənasında nədir? Həqiqi mənada işlənibdir. İndi biz də bunun nəyini tapacağıq? Məcazi mənada işləyən tərəfini tapanda, məsələn, deyirəm ki, ona nifrətim gündən-günə və yaxud da ona sevgim gündən-günə böyüyürdü. Deyə bilirsənmi? Bəli. Ona deməli, fərqli mənada işləndiyi nümunə budur. İkinci sözün yerinə görə qarşılığı, ikinci sözü də baxaq görək hansıdır? Tanıdı sözüdür. Tanıdı sözü, bax, deyir ki, eyni zamanda ən çox tərcümə olunan əsər, deyir ki, Shakespeare-in əsərlərindən sonra ən çox nəşr olunan, eyni zamanda ən çox tərcümə olunan əsər kimi tanındı və yaxud da tanınmağı, bir dənə sinonim tapsaq, məşhurlaşmaq ola bilərmi? Təbii ki, ola bilər. Aha, gələk nəyə? Mətnini diqqətlə oxuyun, növbəti tapşırıqlar mətn əsasında, məmur və oğlan mətni əsasında olan suallara baxaq. Birinci sualımız deyir ki, mətnin yalnız əsas nitqəsinə aid olan bəndi müəyyən edin. Uşaqlar, mətn 3 hissədən ibarətdə bilirik. Bax, bura qədər nədir? Birinci abzas adətən giriş hissə olur. Sonuncu abzas adətən nə olur? Sonuncu abzas adətən nəticə hissə olur. Bu ortada olan hissə isə nədir? Ən böyük hissə əsas hissədir. Bax, bura qədər də əsas hissədir. Bu ikisinin aralığı. Bizə lazımdır indi əsas hissəni. Bax, məmurun özündən çıxması. Eləmi? Məmurun özündən çıxması. Deyir ki, bax, bir gün kəndli tarlada düyüş tillərini dayanıb onun işinə baxmağa. Burada hardaydı? Burada var idi. Bax, ayağa
Bir gündə atın neçə addım atır? Məmur hirslənib. Gördünüz, məmur burada hirslənibdir. Eləmi? Əsas hissədirmi? Bu hissədə, orta hissədə bəli. Əsas hissədir. Özündən çıxması bəli ola bilər. Kəndli ilə məmurun söhbəti. Kəndli ilə məmurun söhbəti hardadır? Kəndli ilə məmurun söhbəti də əsas hissədə də. Məmurun kəndlilərə lazımsız məsləhət verməsi harda olacaq uşaqlar? Bax, yersiz məsləhət verməyə başladı. Yəni hardadır? Giriş hissədə də çıxdı. Məmurun utanması da sonuncu hissədədir. Bax, məmur qıpqırmızı qızarıb cavab verə bilmədi. Bu da sonuncu hissədədir. Kəndlinin oğlunun hadisədən xəbər tutması əsas hissəsindədir. Bax, deyir ki, oğlu bu xəbəri eşidib. Görürsüz? Bura qədər deyil. Bax, buradan yuxarıdır. Bu da nədir? 5-dir. 1-2-5 variant cavabımız. Mətndə dördbucaq işarəsinin yerinə uyğun işarəsinin yerinə uyğun olan məcazi mənalı ifadəni tapın. Aha. Yəni bunu deyir. Kəndli keçini qoltuğuna vurub halda evinə qayıtdı. Görək necə halda qayıtdı? Hər halda sevincli halda çiçəyə çıtlamış sevinmək mənasını ifadə edir. Bu çıxmaz da. Qəmgin ola bilərmi? Bizə məcazi mənalı deyir. Qəmgin sözü nədir? Məcazi mənalıdırmı? Xeyr, təbii ki. Aradan çıxmış. Aradan çıxmaq yaraşmır axı. Aradan çıxmayıb da. Suyu süzülmüş halda niyə aradan çıxsın ki? Məyus ola bilər. Dərd qəmə batmış ola bilər. Bəli, E variantı cavabımızdır. Daha sonra işarəsinin yerinə işlədilsə, fikir məzmuna uyğun şəkildə tamamlanar. Aha. Baxaq görək hələ bu işarə harda var? Bu işarə də buradadır. Bax, deyir ki, atama əmr etmişsən ki, keçini bəsləyib o dağ ağırlığında eləsin. Ancaq biz bilmirik, o dağın çəkisi nə qədərdir? Aha. İndi bizə lazımdır onun yerinə uyğun gələn fikir. Keçinin dağ boyda etməyə nə qədər zaman lazımdır? Ola bilməz də. Elə bir fikir haqqında yoxdur axı. Biz keçini dağ boyda edəcəyik? Yox. Daha sonra buyur o dağı çəkib ağırlığını bizə izah et. Bəli, ola bilər uşaqlar bu. Niyə ola bilər? Çünki bunun cibindən bir dənə də deyir ki, balaca çəki daşını çıxarıb deyir də bunu. Və deyir ki, buyur bu dağın çəkib ağırlığını bizə izah elədi. Ondan sonra biz də onu dağ ağırlıqda eləyib sənə verək. Deməli cavabımız nədir? C variantı. Qalan heç biri məzmuna uyğun deyil. Cədvəldə doğru fikirləri müəyyən edin. Mətndəki problemlər nə ola bilər? Mətndəki problemlər məmurun kəndlilərin qarşısında əlçatmaz öhdəliklər qoyması, belə bir problem yox idi. Məmurun yersiz məsləhətlər verməsi. Bəli, deyir ki, o deyir gecə-gündüz deyir bekarçılıqdan deyir tarlaları deyir gəzir. Ondan sonra da deyir kəndlilərə deyir lazımsız yersiz məsləhətlər verir. Biri 2-dir. Məmurun mülkədar olmaq istəməsi. Məmurun mülkədar olmaq istəməsi bəli problemlərdən biridir. Çünki o artıq qocalır və deyir ki, bir dənə sakit həyat tərzi yaşayım və məmurluqdan çıxıb mülkədarlığa addım atır. 2, 3, bir də problemləri həll edir. Nə kim həll edir? Kəndlinin oğlu. Deməli cavabımız nədir? 2, 3 problemləri həll edir. Kəndlinin oğlu. Aha. 2, 3, 5. Belə bir cavab yoxdur. Elə. Aha, məmur həll edə bilməz. 6 belə çıxdı. Daha sonra məmurun kəndlilərin qarşısında əlçatmaz öhdəlik qoyması bir nə də belə çıxdı. Bu sualda səhvlik var axı. Səhvlik var bu sualda. 2, 3, 5 olmalıdır bu sualın cavabı. Çünki, baxın da, mətndəki problemlər. Məmurun kəndlilərin qarşısında əlçatmaz öhdəlik qoyması məmurun yersiz məsləhət. Hə, düzdür. Mən karıxdım. Baxın uşaqlar. Məmurun kəndlinin qarşısına əlçatmaz öhdəlik qoyması. Bəli, qoyur da. Deyir ki, sən deyir ala deyir bu keçini bu dağ boyda eləyib sonra deyir mənə deyir gətir. Ona görə bir ola bilər. Məmurun yersiz məsləhətlər verməsi də ola bilərmi? Bəli. Kəndlilərə yersiz məsləhətlər verir. Məmurun mülkədar olmaq istəməsi mətndəki problem deyil. Sadəcə bu qocaldığına görə. Hə, indi bildim. Mətn yadıma düşdüysə, hə. Məmurun mülkədar olmaq istəməsi sadəcə bu qocaldığına görə olur. Bu əsas problem deyil. Ona görə bu da çıxdı. Daha sonra problemləri həll edir kim? Kəndlinin oğlu. Deməli, bizim lazımdır nə? 1-dir, 2-dir və 5-dir. Cavabımız nədir? D variantıdır. Mətnin giriş hissəsində əsasında dəqiqləşdirmək olar. Məmurun qonşuluğunda kimin yaşadığını indi mətni oxuyacaqsınız. Baxın, bir dənə giriş hissəsini oxuyaq. Dövlət idarəsində işləyən, burayı cümlələri artırmalıyıq. Lovğa və yeşəxana bir məmur qocalmışdı. O ömrünün qalan günlərini
xoş keçirmək üçün məmurluqdan əl çəkib mülkədar olmaq fikrinə düşdü. Özünə torpaq sahəsi aldı. Kəndlinin qırağında böyük ev tikdirdi. Bekarlıqdan hər gün kəndliləri tarlalarına gəzməyə, onlara təsərrüfat haqqında yersiz məsləhətlər verməyə başladı. Aha, giriş də buradır, eləmi? Daha sonra gələk nəyə? Deyir ki, giriş haqqında dəqiqləşdirmək olar. Məmurun qoşununda kim yaşadığını. Deyirmi? Yox. Bir dənə deyir, böyük ev eləcə tikibdi. Hadisə baş verdiyi vaxt havanın isti və soyuq olduğu elə bir şey yoxdur. Nə də yaz, payız olduğu heç bir şey bilinmir. Kəndlinin nəyin irad tutulduğunu, burada varmı? Yoxdur. Təbii ki, məmurun neçə yaşı olduğunu yoxdur. Sadəcə deyir, qocalmış. Demir də, bunun 80 yaşı var idi. Bizim bəzi insanlar kimi 90 yaş olsa da müəllimlikdən çıxmırlar. Demir də onu. Məmurun kənd təsərrüfatının nə dərəcədə bəlad olduğu, bu haqqında məlumat varmı? Mətn giriş hissəsində dəqiqləşdirmək olar. Bəli də, azdan çoxdan bunu düşünmək olar. Məmurun kənd təsərrüfatı nə dərəcədə bəlad olduğunu. Çünki məsləhətlər filan verir axı. Aha, hansı fikir mətnin məzmununa daha uyğundur? Bax, mətnin məzmununa daha uyğundur deyirsə, bax görək, kasıb ölər, boynuna minnət götürməz, bu olmaz. Varlı olan yerdə darlıq olmaz, bu da çıxdı. Bol çörəyin yoxdur, şirin dilin olsun barı. Burada nəsə bir azı dillikdən söhbət getmir ki, bu da çıxdı. Ağlının əli işlər, ağılsızın dili. Bu ola bilər. Niyə? Çünki kəndlinin oğlu gedib ona ağıl verir də, o da utanır və utandığından heç bir şey deyə bilmir. Qızarır. Mətndə üzərinə rəqəm yazılmış sözlər əsasında doğru fikirləri müəyyən edin. Aha, baxaq görək nəyə. Deyir ki, üzərinə rəqəm yazılmış sözlər haqqında. Baxaq görək hələ. Uşaqlar, gələk nəyə 27-ci suala. 27-ci sualda deyir ki, mətnin üzərində rəqəm yazılmış sözlərə əsasən doğru fikirləri müəyyən edin. İndi bizə lazımdır doğru fikirləri müəyyən edək. Aha, birinci söz nədir? Dərməkdir. Elə dərmək sözü ilə əvəz edilsə, kontekstdən mənada heç bir dəyişiklik alınmaz. Baxaq görək hələ, birinci sözümüz hardaydı? Birinci sözümüzü tapaq. Çıxardığını sözüdür. Aha, sümbül çıxardığını, çəlimsiz sümbül çıxardığını bil. Yaxşı. Çıxarmaq başqa şeydir, dərmək başqa şeydir. Elə mənada deyir, dəyişiklik olmaz. Təbii ki, olar da çıxarmaq yerindən çıxarmaqdır, dərmək isə nəyisə qoparmaqdır. Ona görə olar da birlə olanlar bəri başdan çıxdıq. Tərslikdən sözü ilə əvəz edilsə, kontekstdəki yanlışlıq aradan qalxar. Tərslikdən sözünə baxaq görək hələ. Xoşbəxtlikdən bir həftə sonra kəndlinin keçisi qaçıb məmurun bağına girdi. Xoşbəxtlikdən yox, tərslikdən olar da. Ona görə 2 cavabımızdır. Məğrurluq sözü ilə əvəz edilsə məzmuna uyğunluq olar. 3-ə baxaq hələ. Aha, 3-ə gəldik. Bu 4-dür. 3 hardadır? Dikbaşlığı ilə. Bəli. Deyir ki, məmur kəndlini tanıyıb dikbaşlığı üçün ondan əvəz çıxmaq istədi. Dikbaşlığı yox, məğrurluğu üçün nə elədi? Ondan əvəz çıxmaq istəyibdi. Mənimsib sözü ilə əvəz edilə bilər. Eşidib sözüdür. 4-cü söz eşidib sözü. Mənimsib sözü ilə əvəz edilə bilməz. Savadsız da 5-ci söz nə idi? Səhv eləmirəmsə avvam sözü idi. Hə, avvam sözü ilə də savadsız sözü başqa bir şeylərdir. Avvam gerdə qalmışdı. Savadsız isə biliyi, elmi təhsili olmayandır. Ona görə cavabımız nədir? 2, 3-dür. Mətnə əsasən hansı suallara cavab tapmaq olmaz? Kəndlinin oğlunun hansı cəhətinə görə atasına bənzəyirdi? Bəli, savadlıq cəhətdən nə edirdi? Yəni hazır cavablıq cəhətdən atasına bənzəyirdi. Məmur olmaqla mülkədar arasında hansı fərq var? Kəndlinin mülkədardan şəxsi asıllığına malik idimi? Aha, bunun haqqında deməli nədir? Heç bir fikir yoxdur. Kəndli keçinin dalınca nə vaxt gəldi? Axşam tərəfi gəlir. Məmur hansı məqsədinə nail oldu? Məmur deməli hansı məqsədinə nail oldu deyə bilirikmi? Bəli, təbii ki, məmur deyir ki, məqsədinə deyir nail oldu ki, tərslikdən deyir, onun deyir bağına deyir gəldi. Bax, ondan əvəz çıxmaq istədi. Bu da nədir? Ola bilər. Deməli, məmur olmaqla mülkədar arasında hansı fərq var? Təbii ki, var da, fərqlər də var idi. Çünki bax deyir ki, dövlət idarəsində işləyən məmur qocalmışdı, ömrünün qalan günlərini xoş keçirmək istəyirdi. Yəni xoş keçirmək üçün, ömrünü xoş keçirmək üçün o məmurluqdan mülkədarlığa ayaq basır. Mətndə sondakı nöqtələrin yerinə uyğun gələn fikri yazın. Aha, cavab verməkdən çəkindi və tutaq ki, nə demək olar? Bir daha lovğalıq etmədi, heç kimə söz demədi. Yəni belə. Daha sonra mətndə birinci abzasdakı nöqtələrin yerinə uyğun elə nümunələr yazın ki, mətndə məmurun xarakteri xüsusiyyətlərini ifadə etsin.
birinci abzasındakı nöqtələrin yerinə uyğun elə nümunələr yazın ki. Aha, hansı nümunələr yaza bilərik? Gəlin baxaq. Lovğalıq ola bilər, bunu deyir də. Lovğalıq ola bilər. Məsələn, deyir, dövlət dairəsində işləyən bir dənə lovğa, özündən razı məmur qocalmışdı və yaxud da çox danışan da ola bilər. Çünki daha sonra yersiz məsləhətlər verirdi. Yersiz məsləhətlər verən də ola bilər. Bir çox fikirləri yazmaq olar və beləliklə axırda bitirdik. Oldu. Çox sağ olun. Allah amanında. Nəsə bir probleminiz olsa, nəsə bir suallarınız olsa şərhlərə yazarsınız və yaxud da şəxsimə yazarsınız. Əlaqə nömrəm 050 647 09 39-dur. Nəsə əlavə bir sualınız olsa şəxsimizə yaza bilərsiniz. Heç bir problem yoxdur. Cavablandırılacaq dərhal.